Hörmətli izləyicilər, mən Elnur Rəsulov. Hər birinizi Markets Global Broker şirkətindən salamlayıram. Bugünkü webinarımız maliyyə bazarlarına gəlir əldə etməyin yolları ilə bağlıdır. Ümid edirəm faydalı olacaqdır sizin üçün. Və təbii webinarda hal-hazırda iştirakçılar qoşulmağa davam edir. Amma webinarda iştirakçıları ümumiyyətlə belə deyim, bu webinarın əsas məqsədi bir mənada maliyyə bazarına həm giriş xarakteri daşıyır. O baxımdan belə deyək, burada həm təcrübəsi olan şəxslər ola bilər izləyicilər arasında. Eyni zamanda heç bir təcrübəsi olmayan şəxslər də ola bilər. Və bizim burada əsas nəzərdə tutduğumuz odur ki, hər iki qrupda olan şəxslər bundan faydalanmış olsun. Bu baxımdan biz eyni zamanda həm giriş xarakterli məlumatlarını sizinlə paylaşacağıq. Ümumiyyətlə maliyyə bazarı nədir, necə işləyir və bundan biz necə gəlir əldə edə bilərik. Və eyni zamanda təcrübəsi olan peşəkar traderlar və yaxud da hər hansı belə deyək də, əvvəllər ticarət edib, sonra ümumiyyətlə bu işi buraxmış insanlar da ola bilər izləyicilər arasında. Onlar üçün də belə deyək, biz eyni zamanda effektiv strategiyanı qurmaq, hansı strategiyalar var ki, biz ondan faydalana bilərik, bu haqda da danışacağıq. Yəni, düşünürük ki, hər kəs buradan faydalanmış olacaq və dediyim kimi sona yaxın biz artıq bütün məlumatları paylaşdıqdan sonra, ümumiyyətlə giriş xarakterli məlumatları paylaşdıqdan sonra biz eyni zamanda ümumiyyətlə effektiv strategiyanın necə qurulması və statistik olaraq backtest edilmiş strategiyaları da eyni zamanda sizinlə paylaşmış olacaq. Dediyim kimi ümid edirəm uğurlu olmuş olar. Ona görə də ilk öncə belə deyək, indi qoşulmalar davam edir webinara. Başlanğıc üçün ilk öncə maliyyə bazarından başlamaq istəyirəm. Maliyyə bazarı nədir, ümumiyyətlə necə işləyir, niyə var və s. bu suallara ilk öncə qısaca cavab tapmağa çalışaq. Ümumiyyətlə maliyyə bazarı dedikdə dostlar, belə deyək, amma ona keçmədən öncə istəyirəm webinarın planı ilə tanış edeyim mən sizi. Birinci maliyyə bazarları haqqında danışacaq. Maliyyə bazarı nədir, necə işləyir və s. Biz bazarı necə proqnoz edə bilərik? Çünki əsas faktor buradadır. Gəlir əldə etməyimizin əslində sirri də buradadır. Bazar analizi bir mənada. Bazarları proqnoz etməliyik. Necə analiz etməliyik? Ümumiyyətlə yanaşmalar nədir? O haqda danışacağıq. Fundamental və texniki analiz bu haqda qısaca danışacağıq. Fundamental analiz nədir? Texniki analiz nədir? Və risk idarə etməsi, hansı ki, belə deyək, maliyyə bazarındasınızsa, risk idarə etməsi bu işin ayrılmaz bir parçasıdır. Və bəzi canlı bazar analizləri, nümunələr göstərəcək sizə. Öz yanaşmalarımızı sizinlə paylaşacaq. Və eyni zamanda A-Markets olaraq biz kimik, məqsədimiz nədir, belə deyək də, bizim xidmətlərimiz və s. haqqında qısaca məlumat əldə etmiş olasınız. İlk öncə maliyyə bazarından başlayaq dostlar. Ümumiyyətlə, maliyyə bazarı deyəndə qiymətli kağızların, məsəl üçün səhmlərin, istiqrazların, valyutaların, məsələn, avro, dollar, Yapon yenası, İngilis funtu və s. O cür yəni valyutaların, o cümlədən əmtələrin, məsələn, qızıl, neft, gümüş və s. onların kontraktlarının və həmçində məsələn kriptovalyutaların ticarət edildiyi qlobal bir bazardır. Bu bazarın təbii ki, ən böyük üstünlüklərindən birisi sərhədsiz olmasıdır. İnternet olan yerdə və eyni zamanda bir kompüter və yaxud da bir telefon olmaqla siz bir mənada qlobal maliyyə bazarına qoşula bilirsiniz. Broker vasitəsilə qoşula bilirsiniz. Və A-Marketsdə misal üçün deyək, həmin bu vasitəçi şirkətlərdən birisidir. Maliyyə bazarına qoşulanmaq yəni hal-hazırda çox asandır və eyni zamanda ümumiyyətlə bütün dünyada maliyyə bazarlarına, xüsusilə 2020-ci ildən sonra belə deyək, tələb də artmaqdadır. Burada ticarət edənlərin sayı da artmaqdadır durmadan. Çünki ümumi gedişat da onu göstərir ki, artıq süni intellektin gəlməsi, bir çox sahələrin avtomatlaşdırılması, nəinki avtomatlaşdırılması, artıq belə deyək də, intellektuallaşdırılması insan əməyini bir mənada artıq minimumlaşdırır. Belə olan halda təbii ki, maliyyə bazarı, müasir kapitalist sistemin ən böyük, belə deyək, o sərvət paylanmasında rol oynayan, belə deyək də, vacib bir elementidir. Çünki maliyyə bazarı kapitalist sistemdə yığılmış sərvəti bir mənada paylaşmış olur. Yəni, misal üçün deyək ki, siz Apple texnologiyasından heç bir şey anlamaya bilərsiniz, amma Apple-dan faydalana bilərsiniz. Necə? Apple-ın səhmini alaraq misal üçün. Və yaxud da Nvidia-nı ən böyük şirkətlərdən birisidir, qlobal bir şirkətdir, yarım keçirici istehsal edir, semikonduktor. Amma misal üçün bizim texnoloji tərəfindən heç bir anlayışımız olmaya bilər, amma biz Nvidia-dan belə deyək, onunla ticarət edib gəlir əldə edə bilərik ki, bu həqiqətən də möhtəşəm bir fürsətdir. Bu baxımdan ümumiyyətlə maliyyə bazarı artıq belə deyək də,
həyatımızın ayrılmaz bir parçasına çevrilir və qaçınılmaz olaraq da biz bunu bilməliyik və eyni zamanda bundan istifadə edib faydalanmalıyıq. Çünki qeyd etdiyim kimi bir müddət sonra insan əməyinin artıq minimumlaşmasından sonra biz ən azından o sərvətdən, o yığım, belə deyək də, yaradılan zənginlikdən fayda götürməyin vasitələrindən birisi də, belə deyək, maliyyə bazarıdır və orada ticarət edərək oradan faydalanmaqdır. Ümumiyyətlə dediyimiz kimi ən böyük üstünlüklərindən birisi maliyyə bazarının qlobal olmasıdır, sərhədlərinin olmamasıdır, onlayn olmasıdır. İstədiyiniz yerdən qoşulmuş olursunuz və bir çox, belə deyək də, bu baxımdan sizə böyük imkanlar vermiş olur. Maliyyə bazarında ümumiyyətlə hər bir bazarın öz xüsusiyyətləri vardır. Bir var, misal, səhm bazarı, bir var forex bazarı, bu valuta exchange, foreign exchange market deyirik. Bunların hər birisinin özünün spesifikası vardır. Səhm və yaxud da istiqraz bazarı ayrıca onun öz spesifikası vardır və eyni zamanda törəmə maliyyə alətlər, CFD-lər və s. bunların da öz xüsusiyyətləri vardır. İlk öncə forex-dən başlayaq. Forex ümumiyyətlə, belə deyək də, foreign exchange bazarıdır bir mənada. Valutaların exchange olduğu bir bazardır, onlayndır və mərkəzi, belə deyək, üzr istəyirəm, mərkəzləşməmiş bir bazardır. Burada hər hansı bir nəzarət edici, bir, belə deyək, tənzimləyici və yaxud da mərkəzləşmiş bir struktur yoxdur forex bazarına nəzarət edən. Əslində forex bazarı bir mənada banklar arası olan exchange bazarıdır ki, bunu da internet üzərindən artıq bir mənada o informasiyaya hər kəs qoşula bilir və o sistemə qoşulmaqla siz artıq çox rahat bir şəkildə exchange-i orada görə bilirsiniz, valutalar arasındakı exchange-i görə bilirsiniz. Təbii, bu sistem yaranana qədər bu elektronik sistem bir mənada Reuters agentliyinin 1998-ci ildə elektronik exchange mexanizm sistemini yaratmasıyla, belə deyək, formalaşmış oldu və ona da digər platformalar qoşularaq artıq birbaşa valuta məzənnələrini bu sistem vasitəsindən görə bilirsiniz. Amma ona qədər, belə deyək, bu texnologiya digitallaşmaya qədər banklar və s. bir-birlə telefon əlaqəsi ilə bir mənada o kvotalar alırdı ki, səndə dollar neçəyədir, məndə avro bu qiymətədir. Təbii avro yox idi. Məsələn, funt bu qiymətədir, Yapon yenası bu qiymətədir və s. Amma artıq bu sistemin digitallaşması ilə hər kəs bir mənada artıq bu məzənnəli fərqini çox rahat görə bilir və eyni zamanda bundan faydalanıb ticarət də edə bilir forex bazarı. Forex bazarının ən böyük üstünlüyü odur ki, şəxsən mən ən böyük forex bazarının fanlarından birisiyəm. Çünki likviddir, həddindən artıq likviddir. Likvid deyəndə nə mənada, nə nəzərdə tutulur? Bir mənada alqı-satqı hər saniyə, hətta saniyənin belə deyim, milli saniyə ərzində də alqı-satqı reallaşır və böyük bir bazardır. Təxminən 7.5 trilyon dollar bir dövriyyəsi var. Manipulyasiya etmək o qədər asan deyil. Forex bazarında manipulyasiyalar edə bilərsiniz bəlkə bəzi ölkələrin valutasını, amma məsəl üçün deyək, dolları manipulyasiya etmək, tutaq siz hedge fondsunuz və yaxud da hər hansı bir, belə deyək də, dolları qiymətinə təsir etmək istəyirsiniz. Bu o qədər asan deyil forex-də, amma səhm bazarında çox rahatdır. Səhm bazarında siz, məsəl üçün deyək ki, səhmlər ola bilər ki, onun qiymətini çox rahat şəkildə, əgər gücünüz varsa, belə deyək, pulunuz varsa, o çox rahat şəkildə manipulyasiya edə bilərsiniz. Misal necə ki, GameStop-da olmuşdu. Diqqət etmişsə, əgər xatırlayırsa, GameStop səhmini böyük hedge fondlar short eləmişdi, satmışdılar. Amma bir qrup, o cümlədən başda Elon Musk olmaqla da həmin səhmin qiymətini yuxarı qaldırmışdı və bir çox fondlar və s. ciddi zərər eləmişdi. Yəni, biraz manipulyasiya açıqdır bu baxımdan səhm bazarı. Lakin forex bazarında o dövriyyə həddindən artıq böyük olduğu üçün bunu etmək o qədər asan məsələ deyil. Bu baxımdan forex bazarı əslində daha cazibdir və həm də eyni zamanda öyrənmək üçün də daha yaxşıdır. Təbii, indi bir çox insan deyir ki, yox, forex çox çətindir, səhm asandır, elə deyil. Səhm bazarı ondan da daha mürəkkəb yönləri var, indi oraya gələcəyik. Və forex bazarında ticarət etmək üçün çox sadə qeyd edir. Yenə dediyim kimi, burada təcrübəsi olanlar bunları bilir, amma təcrübəsi olmayanlar olduğuna görə bu məlumatı paylaşıram ki, forex bazarında ticarət etmək üçün sizə lazım olan sadəcə bir brokerdir. Bir kompüter, bir telefon və internet olduğu yerdən siz avtomatik forex bazarına qoşula bilirsiniz və valutalarla ticarət edə bilirsiniz. Misal üçün deyək ki, siz Euro USD ilə ticarət etmək istəyirsiniz. Məsəl üçün bu avro-dollar valyuta cütlüyüdür. Tutaq siz fikirləşirsiniz ki, avro-dollar valyuta cütlüyü, məsələn, avro bahalaşacaq, dollar ucuzlaşacaq deyirsinizsə, siz bir mənada bu valyuta cütlüyünə alış açmış olursunuz və yaxud da ki, siz düşünürsünüzsə ki, avro-dollar valyuta cütlüyü, avro ucuzlaşacaq, dollar yüksələcək. O zaman nə edirsiniz? Siz bir mənada bu avronu satırsınız, yəni sell düyməsini basırsınız. Misal üçün göstərim burada.
Misal üçün deyək, siz düşünürsünüz ki, avro dollar bu demo hesabdır. Marketin eyni zamanda demo hesabıdır. Belə deyək, onlayn web-based platforması var. Həm MT4, həm MT5 platforması var, həm də eyni zamanda web-based platforması var. Tutaq ki, siz düşünürsünüzsə ki, məsələn, avro dollar valyuta cütlüyü bahalaşacaq, yəni avro dollara qarşı bahalaşacaq. Buy düyməsini basırsınız. Yox, əgər düşünürsünüzsə ki, avro ucuzlaşacaq, dollar bahalaşacaq, o zaman sell düyməsini basırsınız. Yəni, çox sadədir mexanizm əslində, çox sadədir. Amma təbii ki, bu qədər sadə görünsə də bunun analiz tərəfi mürəkkəbdir. Çünki siz nəyə əsasən düşünürsünüz ki, avro ucuzlaşacaq, nəyə əsasən düşünürsünüz ki, dollar bahalaşacaq. Bunu əsas nüans buradadır. Bunu bilsəniz, bu bazarda çox rahat şəkildə belə deyək də gəlir əldə edə bilərsiniz. İndi baxaq biz bazarı necə belə deyək də analiz edirik və yaxud da ümumiyyətlə digər bazarların xüsusiyyətləri nələrdir, onlara gəlin diqqət yetirək. Bir digər bazar növü isə səhm bazarıdır. Səhm bazarı ümumiyyətlə Forex bazarına kifayət qədər fərqlidir. Və Forex səhm bazarında bir mənada mərkəzləşmiş belə deyək də birjalar vardır. Məsələn, New York birjası vardır, London birjası vardır və yaxud da Tokyo birjası vardır ki, hansı ki şirkətin səhmləri həmin birjada listing olunur və broker şirkətləri gedir o listingdən alır. Sonra onu bir mənada bizim kimi adi vətəndaşlara və yaxud da traderlara satır. Biz də broker vasitəsindən həmin səhmləri ala bilirik və yaxud da ki, sata bilirik. Bu səhm bazarıdır. Dediyim kimi, səhm bazarının fərqi bir mənada Forex bazarından fərqli olaraq qeyd etdiyimiz kimi mərkəzləşmiş sistemi var. Onlar konkret birjalarda ticarət olunur və müəyyən saatlar ərzində. Yəni, Forex bazarı 24 saat işləyir, həftənin 5 günü 24 saat işləyir. Amma səhm bazarı isə belə deyək, gün ərzində işləyir. Yəni, iş saatı vaxtında açılır və bağlanır və 24 saat hər işləmir, belə deyək. Forex bazarının fərqi oradadır ki, Sidneydə bazar açılanda bir mənada Amerikada bağlanır. Amerikada bağlananda yenidən belə deyək, Sidneydə, Avstraliyada bazar açılır və bir mənada 24 saat həftənin 5 günü ticarət etmək mümkün olur. İstiqraz bazarı nədir dostlar? İstiqraz bazarı bir mənada bond və yaxud da borc kağızları bazarıdır ki, hansı ki dövlətlərin və yaxud da ki şirkətlərin, böyük şirkətlərin, korporasiyaların istiqrazları ilə ticarət edə bilərsiniz. İstiqraz bazarının ən böyük fərqi odur ki, onlar o istiqrazı aldığınız zaman ona müəyyən faiz belə deyək də sizə ödəmiş olur. Bu faizlər müddətli və ya müddətsiz ola bilir və ya kupon ödənişləri. Tutaq ki, deyək ki, mən sizə 1 ilə, tutaq ki, hal-hazırda Amerikan xəzinə bondlarını alsanız, Amerikan xəzinə istiqrazlarını alsanız, 10 illik istiqrazların faiz gəlirliyi 4.30 ətrafındadır. Siz bu kağızları alsanız deyək ki, mən sizə məsəl üçün hər il, belə deyək, ilin sonunda 4.30%-dən məsəl üçün sizə pul ödəyəcəm 10 il boyunca. Bu bir mənada istiqraz bazarıdır və bir də törəmə maliyyə alətləri var. Törəmə maliyyə alətləri nədir dostlar? Qısaca izah edeyim. Tutaq ki, ən bəsit misalda isə səhm CFD-lər üzərindən gedək. Misal üçün deyək ki, hal-hazırda Apple-ın deyək bir səhmi məsəl üçün $200-dır. Siz səhmin özünü almaq istəyirsinizsə $200 pul ödəməlisiniz. Lakin siz səhmin özünü almaq yerinə siz CFD-sini ala bilərsiniz və o zaman bunu $20 ala bilirsiniz. Bir mənada törəmə maliyyə aləti o deməkdir ki, yəni səhmin özünü deyil, ondan törəmə olan CFD-ni almış olursunuz və broker da eyni zamanda bir mənada sizə kredit çeyini verir və yaxud da borc pul verir sizə bu aləti almaq üçün. Məsələn, CFD-lərdə 1.5-ə və ya 1.10-a kredit çeyini olur. 1.10-a kredit çeyini o deməkdir ki, yəni misal üçün deyək $200 səhmdir, səhmin özünün qiyməti $200-dır. Amma məsəl üçün broker deyir ki, mən sizə 1.10-a kredit çeyini verirəm. 1.10-a kredit çeyini dediyim kimi, yəni qoyduğunuz məbləğdən 10 dəfə çox mən sizə əməliyyat açmağa, ticarət etməyə imkan verirəm. Yəni $20 bir mənada siz Apple-ın bir CFD-sini ala bilirsiniz. CFD də bu anlama gəlir. Təbii CFD-nin, səhmlə CFD-nin nə fərqi var deyə bilərsiniz. Təbii səhmin özünü aldığınız zaman səhmin qiyməti $1 düşsə belə, yəni şirkət bankrot olmalıdır ki, sizin pulunuz belə deyək də batmış olsun. Amma CFD ilə ticarət etdiyiniz zaman orada təbii ki risk faktoru var. Bundan dolayı bir mənada siz əgər $20 var və $20 bir Apple CFD-si almışsınız, o Apple-ın qiyməti $20 ucuzlaşsa siz artıq bir mənada pulunuzu itirmiş olursunuz. Yəni fərq buradadır səhm CFD-lərdə. Bu qısaca belə deyək bazara giriş məlumatı idi. İndi əsas nüans nədir dostlar? Bazarları necə proqnoz edə bilərik? Ümumiyyətlə burada iki yanaşma var. Fundamental analiz və texniki analiz.
Fundamental analizin mahiyyəti ondan ibarətdir ki, biz bir mənada ölkənin və yaxud da ki, yəni ilkin olaraq ölkənin makroiqtisadi analiz etmiş oluruq. Ölkənin iqtisadi durumu nə yerdədir və belə deyək də biz nəyə əsasən, yəni ölkənin əmək bazarı necədir, işsizlik, ümumdaxili məhsulu belə deyək artırmı, azalmı və s. bunları analiz edərək həmin ölkənin şirkətlərinə və yaxud da ki, həmin ölkənin valyutası ilə ticarət edə bilərik. Bir də var texniki analiz, hansı ki bunu sonra daha detallı izah edəcəm. Texniki analiz isə də bir mənada qrafika baxıb müəyyən hesablama ilə və yaxud da vizual analizlə biz proqnoz edirik ki, qrafikdə müəyyən bir formasiya əmələ gəlib ki, ənənəvi ən çox istifadə olunan üsullardan birisi budur. Və biz bu belə deyək də qrafikə baxmaqla bir mənada fikir formalaşdırırıq ki, indi qiymət buradaysa deməli qiymət bahalaşacaq və yaxud da ki, buradaysa qiymət buradan ucuzlaşacaq. Texniki analizdə bir mənada qeyd etdiyimiz kimi qrafikə baxaraq analiz etməkdir. Qeyd etdiyim kimi bunu daha ətraflı məlumat verəcəm indi növbəti slaydlarda. İlk öncə fundamental analizdən başlayaq. Fundamental analiz nədir ümumiyyətlə? Fundamental analiz əslində belə deyək də bazarın qanunuyyğunluğunu tapmaqdır. Yəni iqtisadiyyatda əslində müəyyən qanunuyyğunluqları vardır ki, və biz bunları görmək üçün bir mənada fundamental analizə baş çəkirik. Fundamental analizə ən bəsit misal çəkəsi olsam, misal biz xüsusilə Amerikanın üzərindən davam edəcəyik. Çünki Amerikada ümumiyyətlə bütün dünyanın belə deyək də əsas trendləri Amerikan iqtisadiyyatı müəyyən edir. Bir mənada. Niyə görə? Çünki dollar dünyada rezerv valyutadır və eyni zamanda dünya ticarət dövriyyəsinin təxminən 60%-dən yuxarısı dollarla həyata keçirdiyinə görə Amerikan iqtisadiyyatında baş verən hər hansı bir dəyişiklik bütün dünyaya sirayət edir. Bundan dolayı da biz ilk öncə qeyd etdiyim kimi Amerikan iqtisadiyyatı üzərindən misal çəkəcəyik. Misal üçün, mərkəzi banklar və onların funksiyaları. Ümumiyyətlə, bu xüsusilə Forex-də və yaxud da səhəm bazarında ticarət edirsinizsə, ilk olaraq baxmalı olduğumuz mərkəzi banklar nə edəcək və yaxud da nə etmək istəyirlər, bunu görə bilməkdir. Əgər bunu görə bilsəniz, siz çox rahat bir şəkildə makro səviyyədə trendi tuta bilərsiniz və yaxud da ki, qanunuyyğunluğu görə bilərsiniz. Misal üçün, ümumiyyətlə bu iqtisadiyyatda mərkəzi bankların funksiyası bir mənada tənzimləyici rol yerinə yetirir. Nə mənada? Pul kütləsi ilə bazara təsir edir. Məsələn, deyək ki, Amerikada və yaxud da ki, hər hansı bir iqtisadiyyatda, bu xüsusilə Amerika üzərindən misal çəkə bilərik. Misal, baxırıq ki, işsizlik artmağa doğru gedir. Hansı ki, yer gəlmişkən bu göstəriciləri çox rahat bir şəkildə siz bu saytlardan tapa bilərsiniz. Yəni, bunlar açıq məlumatlardır. Təbii, təcrübəli şəxslər bunu bilir. Amma, məsəl üçün, burada çox rahat bir şəkildə məsələn, deyək ki, işsizlik. Amerikada işsizlik səviyyəsi. Diqqət etirsəniz, son 2 aydır ki, Amerikada işsizlik səviyyəsində, ümumi işsizlik səviyyəsində artım müşahidə olunur. Diqqət edirsinizmi? 4.1-dən, əslində 4% proqnoz edildilər mart ayında, 4.1% açıqlanıb, sonra 4.2% açıqlanıb. Yəni, Amerikada əmək bazarında negativ bir tendensiya başlayır. İndi diqqət etirin. Bu bilgiləri bilməklə əslində biz çox böyük bir gəlir qazana bilərik bu, belə deyək də, bu analizlərdən. Bir mənada artıq bu, əgər bundan istifadə etməmişsinizsə, gecikmiş ola bilərsiniz. Çünki artıq bir mənada dollar indeksi kifayət qədər ucuzlaşıb. İndi dolların ucuzlaşma səbəbini mən deyəcəm, niyə ucuzlaşmağa başladı dollar. Və qeyd etdik ki, baxırıq ki, Amerikanın ümumi işsizlik əmək bazarında negativ tendensiya var. İşsizlikdə artım müşahidə olunur. Bir digər ən önəmli faktor, baxacağımız ən önəmli faktor isə Amerikada inflyasiya göstəricisidir. Amerikada inflyasiya baxırıq. Amerikada görürük ki, inflyasiya mart ayı üçün son dəfə illik əsasda 2.4% açıqlandı. 2.5%-dən 2.4%-ə enib. Bu artıq o deməkdir ki, Amerikada inflyasiya aşağıdır, amma əmək bazarında negativ tendensiya var. Qaçınılmaz olaraq federal ehtiyatlar faiz dərəcəsini aşağı salacaq. Diqqət etirin, bu təxminən 2 ay öncə başlamış, təxminən bu ayın əvvəlindən hətta başlamış, daha da sürətlənmiş bir trenddir. Dollar indeksində kəskin ucuzlaşma müşahidə olunur. Dolların ucuzlaşmasının səbəblərindən başlıca biri budur. Təbii bunun bir neçə səbəbi var, amma başlıca səbəb, həm birinci səbəb olur ki, Trump administrasiyası ümumiyyətlə dolları ucuzlaşdırmaq istəyir, Amerikan borc problemləri və s. görə. Amma eyni zamanda da əmək bazarına baxırıq ki, əmək bazarında negativ tendensiya başlayıb, inflyasiya da minimumlardadır.
Belə olan halda Mərkəzi Bank öz faiz dərəcəsini aşağı salmalıdır. Faiz dərəcəsi o deməkdir ki, Mərkəzi Bankın faiz dərəcəsi o deməkdir ki, bir mənada kreditləri ucuzlaşdırmış olur. Yəni pul kütləsini bazarda artırmış olur. Bazarda pul kütləsi artmış olursa, həmin ölkənin bir mənada valyutası dəyərdən düşmüş olur və yaxud da ki, ucuzlaşmış olur. Və bundan dolayı diqqət yetirin, dollar indeksində əslində kəskin düşüşlər müşahidə olunur. Diqqət yetirin. Əslində dollar indeksindəki ucuzlaşma 27 mart tarixindən başlayıb. Bizim sistemimiz əslində həmin tarixdə siqnal vermişdi. Diqqət yetirsəniz, həmin günün birinci dəstək səviyyəsini qırmaqla və bazarın bir mənada onun altına bağlanması ilə dollar indeksi həmin tarixdən etibarən təxminən 4%-dən çox ucuzlaşıb. Diqqət yetirin, həmin tarixdən sonra dollar indeksi ancaq ucuzlaşıb və hələ də davam edir. Niyə görə? Çünki makro traderlar görür ki, əmək bazarında negativ tendensiya var, işsizlik artır, inflyasiya da minimumdur. Demək, nə edəcək? Federal ehtiyatlar faiz dərəcəsini aşağı salacaq. Faiz dərəcəsini aşağı salacaqsa, o hedge fondlar və yaxud da makro traderlar, hansı ki milyardlarla, trilyonlarla və s. ticarət edirlər, onlar tədricən artıq öz pozisiyalarını yığırlar, satış pozisiyalarını yığırlar. Və nə baş verir? Dollar indeksi ucuzlaşır. Artıq federal ehtiyatlar faizi ucuzlaşdıranda, çox təəssüf ki, belə bir nüans var. Pərakəndə traderlar və yaxud da novice trader deyirlər. Artıq deyir ki, federal ehtiyatlar faizi aşağı saldı, dollar ucuzlaşacaq. Dərhal başlayır dolları satır. Amma halbuki ona qədər artıq makro traderlar onsuz da dolları yetərincə satmışdılar və artıq bir mənada ucuzlaşdırmışdılar. Artıq belə deyək, sıravi traderlar və yaxud da təcrübəsiz traderlar bazara girdiyi vaxtda dollar çox ucuzlaşdığı üçün bu səfər də makro traderlar təkrardan alış pozisiyalarını tədricən yığmağa başlayırlar. Yəni burada önəmli bir nüans var. Fundamental analizdə ticarət edərkən siz hər hansı bir xəbərin çıxmasını gözləməməlisiniz. Yəni tutaq ki, federal ehtiyatlar bir ay sonra misal üçün faiz dərəcəsini endirəcək, artıq mən dolları satım düşüncəsində sizə çox yanlış düşüncədəsiniz. Çünki artıq dollar zaten o hadisə baş verənə qədər kifayət qədər ucuzlaşıb. Siz artıq dollarda həmin hadisədən sonra alış pozisiyası üzrə düşünməlisiniz ki, əgər iqtisadi vəziyyət normalsa, tədricən artıq alış pozisiyalarına gedir. Çünki dollar artıq kifayət qədər həmin tarixə qədər, dediyim kimi, həmin hadisəyə qədər ucuzlaşmış olur. Baxın, fundamental analizlə ticarət bir mənada budur. Siz makro trendləri müəyyən etməyə çalışırsınız. Və bunlar üçün də müəyyən, təbii burada çox daha datalar var. Misal üçün deyək ki, biz sadəcə ikisinə baxdıq. İnflyasiya və əmək bazarı. Eyni zamanda iqtisadi artım var, ödəmə var, sənaye istehsalı var, ölkədə olan ev satışlarının göstəricisi var Amerikada, pərakəndə satışlar var və s. minlərlə faktor var ki, onları da nəzərə alınır. Amma əsasən iki faktora baxmaq əslində bir ölkənin makro iqtisadiyyatını analiz etməyə bəs edir. Əsasən ki, makro iqtisadi trendləri müəyyən edə biləsiniz. Və bu eyni zamanda səhəm bazarına da aiddir, hörmətli izləyicilər. Yəni, misal üçün, siz səhəmlərlə ticarət edirsinizsə, siz baxırsınız ki, Amerikada misal üçün dollar ucuzlaşacaqsa və yaxud da federal ehtiyatlar faiz dərəcəsini aşağı salacaqsa, bir mənada səhəm bazarı yüksəlməlidir. İndi düzdür, deyəcəksiniz, axı, Amerikan səhəm bazarı dəyəri itirib, kifayət qədər ucuzlaşıb. Təbii, bunun bir neçə səbəbi var. Birincisi, Trumpın tarif siyasəti, ikincisi, səhəm bazarının zaten həddindən artıq bahalaşması və digər ən önəmli faktor da Amerikanın borc problemi. Yəni, Amerikanın borc problemi o deməkdir ki, hal-hazırda Amerikanın 10 illik xəzinə istiqrazları, mən sizə göstərim, buradan daha rahat belə deyək, baxa bilərsiniz. Baxın dostlar, bu Amerikanın 10 illik xəzinə istiqrazlarıdır. Qeyd etdiyimiz kimi xəzinə istiqrazları indi bilməyənlərə, bu sadəcə borc sənədidir. Yəni, borc kağızlardır. Amerika borclanmaq üçün 10 illik, 2 illik, 3 aylıq da ola bilir və ya 30 illik istiqrazlar emissiya edir, buraxır. Deyir ki, bu kağızı alsanız, hal-hazırda bu kağızların faiz dərəcəsi, diqqət yetirin, 4.33%-dir. Yəni, Amerika bu kağızlar üçün, siz o kağızı alsanız, Amerika sizə illik əsasda 4.33% faiz ödəyəcək ilin sonunda. Və yericəmişən bu kağızlar indiyə qədər minimum, hətta sıfıra yaxın riskli kağız sayılırdı ki, Amerika ümumiyyətlə borcunu default eləməz, Amerikan iqtisadiyyatına güvənirik və bu kağızları risk-free hesab edirlər.
Amma Amerikanın borcunun artıq 37 trilyona çatmasından dolayı bir mənada bu kağızları alanların sayı da təbii ki azalır və bunu artıq riskli görməyə başlar. Çünki 2025-ci ildə dostlar, Amerikanın 10 trilyon dollarlıq borclarının müddəti başa çatır. Yəni bu kağızı alanlar, investorlar xaricdə var. Məsələn, Çin var, Yaponiya var, Səudiyyə Ərəbistan var, Lüksemburq var, İngiltərə var və eyni zamanda öz daxili fondları var ki, hansı ki bu kağızlara yatırım ediblər. Bunların müddəti başa çatır. Yəni tutaq ki 2015-ci ildə almışdı, 10 illik almışdı məsələn. 2015-ci ildə artıq 2025-ci ildə 10 illik kağızların müddəti başa çatır. Həmin o başa çatan borcun ümumi məbləği 10 trilyon dollardır. Amerika 10 trilyon borc üçün bu il 1 trilyon dollar faiz ödəyəcək. Təsəvvür gətirin, bu Amerikanın hərbi büdcəsindən daha çoxdur. 1 trilyon dollar Amerika borc üçün faiz ödəyəcək. Və bir nüansı da diqqətinizi çatdırın dostlar. Amerika bu kağızların, yəni ortalama faiz ödənişi həmin o 10 trilyon dollarla tutalım ki, və ya da fərz edək ki, 2015-ci ildən almışdıq bu kağızı, 2.5 faizlə almışdıq. Yəni o kağızı alanda Amerika mənə 2.5 faiz pul ödəyirdi əlavə. 2.5 faiz idi ortalama. Amerika 2.5 faiz borclanma üçün 1 trilyon dollar borc ödəyir. İndi isə Amerika yenidən 10 trilyon dollar borcu ödəmək üçün bu Amerikanın xəzinəsində o qədər pul yoxdur ki, bu 10 trilyon dolları versin. Olsa zaten bu qədər borcu olmaz idi. Çünki borc içərisindədir. İndi xəzinədə o qədər pul yoxdur. Bu hardansa maliyyə tapıb bunları maliyyələşdirməlidir. Bu 10 trilyon dollar borcu maliyyələşdirməlidir. İki yolu var. Ya bunu restructuring eləyirlər. İnvestorlarla danışırsınız ki, sən gəl belə də bu kağızları indi satma, gəl biz bunun müddətini uzadaq, misal üçün də yenidən refinance eləyək. Bunun müddətini uzadaq. Məsəl üçün mən sənə bunu ödəyərəm 2030-cu və ya 2035-ci ildə ödəyərəm. Gələcəyə atırsınız probleminizi. Ya da Amerika bir hər hansı belə deyək, vəsait tapmalıdır. Necə? Ya federal ehtiyatlar yenidən bunu maliyyələşdirməlidir. Federal ehtiyatlar gedir, bir mənada pul kəsir. Təbii bu kağız üzərində kəsmir. Yəni amma ümumi olaraq belə deyək də öhdəlik kimi götürür ki, bunları mən aldım və sizə də verdim bu pulu. Bir mənada bu bazarda pul kütləsini kağız üzərində də olsa artırmaq deməkdir. Federal ehtiyatlar bunu eləyə bilər. Bunu da elədiyi anda nə baş verəcək? Dollara daha da güvən azalmış olacaq. Çünki onsuz da bu Amerikan borcunun bu səviyyəyə gəlməsinin səbəbi durmadan dolları kəsib buraxmaqdır dünyaya. Çünki siz dolları kəsirsinizsə, ümumiyyətlə unutmayın. Yəni mərkəzi bank 1 dollar və yaxud da 1 manat kəsib buraxırsa, bu dövlətin öhdəliyi deməkdir. Əslində pulu emissiya edib buraxmaq bir mənada borc yaratmaqdır. Yəni siz o halda debitor olursunuz, o pulu əlində saxlayan kreditor olmuş olur. İndi nüans da burada ki, deyə bilərsiniz ki, niyə Amerikada pulu kəsib buraxmır ki, borcunu ödəsin də? Bunu deyən iqtisadçılar da var idi. Təbii ki, ən böyük problem budur ki, bunu deyən iqtisadçılar da var idi. Ki, bizim problemimiz yox. Biz nə qədər istəsək pul kəsib buraxa bilərik. Pulu kəsib buraxarsınız. Amma siz indi bir mənada bu problemi əlləyirsiniz. Amma onu gələcəyə yaymış olsunuz. Çünki o dolları əlində saxlayan bir gün gələcək, deyəcək ki, buyur sənin dolların. Bunun qarşılığında məsələn mənə ya qızıl ver, ya nə bilim hər hansı bir məhsul ver. O məhsul Amerikada yoxdur. Yəni Amerikanın hal-hazırda borcu ümumi daxili məhsulun 122%-idir. Təsəvvür gətirin. Yəni bütün Amerika ümumi daxili məhsulunu satsa bu borcu ödəyə bilmir. Bu problemdir. İndi həmin bundan dolayı da təbii istiqraz bazarının problemli olmasından dolayı və faizlərin aşağı düşməməsindən dolayı səhəm bazarı kəskin uzlaşdı. Bir mənada investorların güvəni azalmış oldu. Başladı səhəm bazarını satmağa. Deyəcəm səhəm bazarında ticarət edənlər və ya CFD ilə ticarət edənlər Amerikan hal-hazırda bu istiqraz faizləri 4.30-dan aşağı düşməzsə, bu təxminən Amerikanın, yəni Trump administrasiyasının əsas istəyi bu faizləri 2 ətrafına gətirməkdir. 2 ətrafına gəlməzsə, Amerikan iqtisadiyyatında hələ ki problem var deməkdir və bu problem uzun müddət davam edəcək kimi görsənir. Təbii bu sırf qeyd etdiyimiz kimi səhəm bazarı ilə bağlı və ümumiyyətlə dolların ucuzlaşmasına bağlı olan nüansdır. İndi bir digər nüans dostlar, yəni fundamental analizdən bu formatda dediyimiz kimi faydalana bilərik. Bu faktorlara baxmaqla biz bir mənada makro səviyyədə trendləri görə bilərik ki, dollar ucuzlaşacaqmı və yaxud da bahalaşacaqmı? Dolların da ucuzlaşma səbəbi xüsusilə bunu qeyd edelim fundamental olaraq
Niyə Trump bunu ucuzlaşdırması? Çünki Amerikanın ödəyəcəyi borc çox yüksəkdir. O borcu dəyərdən salmaq üçün siz dolları ucuzlaşdırmalısınız. Yəni başqa bir dillə desək, inflyasiya yaratmalısınız. Ki bu da o qədər də belə deyək də artıq effekt vermir. Çünki bir mənada dediyim kimi burada güvən faktoru var ki, artıq investorlar Amerikan xəzinə kağızlarına güvənmir. Baxmayaraq ki, dollar ucuzlaşıb, bu faizlər çox yüksəkdir. Amerika kimi bir ölkənin xəzinə kağızlarını 4.30-dan almaq çox əslində belə deyək də yüksək gəlirlik verir. 4%, 4-5% çox yaxşıdır. Fondlar var ki, milyardları yatıra bilər və 10 il boyunca məsəl üçün 4-5%-dən faiz qazana bilər. Çox rahat bir gəlirdir. Amma güvən faktoruna görə artıq investorlar baxmayaraq ki, faizlər yüksəkdir, almır. Ya bu faizlər daha çox qalxmalıdır ki, investor cəlb eləsin, ya da ki, dollar ucuzlaşmalıdır. Həddindən artıq dollar ucuzlaşmalıdır ki, Amerika o borcları daha rahat nisbətən ödəyə bilsin. Ona görə dollarda hələlik düşüş davam edəcək, belə deyə bilərik. Və diqqət yetirin, makroiqtisadi göstəricilərdən dedik, inflyasiya, üdm, işsizlik və xəbərlərin bazara təsiri. Xəbərlərin də bazara təsiri qeyd etdiyimiz kimi ümumiyyətlə bir mənada o xəbər çıxana qədər, misal üçün deyək, sabah xəbər çıxır ki, federal ehtiyatlar faiz dərəcəsini aşağı saldı, məsəl üçün, və yaxud da salacaq, və yaxud da bu günlərim artıq deyək ki, federal ehtiyatlar faiz dərəcəsini aşağı salmış oldu. Amma o xəbərin artıq bazara təsiri, zaten xəbər çıxana qədər qeyd etdiyimiz kimi makro traderlar o bir mənada o xəbəri ilə istifadə edib artıq öz pozisiyalarını kifayət qədər deyək də həmin o şeydə bağlayırlar. Və bundan dolayı da siz xəbərlərlə ticarət edirsə, fundamental ticarət edirsinizsə, xəbər çıxana qədər xəbərin təsirini ticarət etməlisiniz. Bir mənada belə deyim. Yəni federal ehtiyatlar faiz aşağı salacaqsa, aha, deməli dollar ucuzlaşacaq. Dollar ucuzlaşacaqsa deməli, mən o xəbəri gözləməməliyəm. Qabaqcadan dolları satmalıyam. Bu xəbərin təsiri, bazara təsir edəndə bir mənada bunu nəzərdə tuturuq. Və qeyd etdiyimiz kimi həmin xəbərləri izləmək üçün belə deyək, bir neçə veb sayt var və eyni zamanda siz investing.com-dan izləyə bilərsiniz. Vaxtımız az olduğu üçün sürətli davam edirəm. Növbəti hissə texniki analiz. Hörmətli izləyicilər, ümumiyyətlə texniki analiz deyəndə bir mənada qrafika baxıb bir mənada bazarı proqnoz etmək nəzərdə tutulur. Misal üçün deyək ki, siz sadəcə qrafika baxmaqla məsələn avro dolların bahalaşacağını və yaxud da ki ucuzlaşacağını analiz etmək istəyirsiniz və bunu analiz etmək üçün müxtəlif üsullar vardır texniki analizdə. Müəyyən indikatorlar vardır. Misal üçün deyək ki, birisini sizinlə paylaşaq. Misal üçün deyək ki, siz müxtəlif indikatorlar vardır. Hansı ki, bu indikatorlar çox köhnədən kəşf olunmuş indikatorlardır. RSI var, MACD var, Bollinger Band var və s. Misal bu RSI-dir. RSI-nin mahiyyəti o deməkdir ki, bazar, məsəl üçün, tutaq ki, bu qrafikli qiymətdir. Bu 70%-in üzərinə çıxıbsa, bu overbought-dur. Yəni, həddindən artıq bahalaşıb, artıq deməli, bu ucuzlaşacaq. Bu 30%-in və yaxud da indi 20-80 deyirlər, 80%-in və ya 30%-in altına düşübsə, artıq deməli qiymət həddindən artıq ucuzlaşıb, bu artıq yüksəlməlidir və s. Məsəl üçün, baxın, burada diqqət etirsəniz, prinsipi 30%-in üzərinə gəlib burada, 30%-in üzərinə gəlib və sonra avro dollar buradan qayıdıb. Bu bir mənada RSI indikatordur. Belə bunun kimi yüzlərlə indikator var. Və yaxud da məsəl üçün, siz qrafika baxaraqdan, məsələn, proqnoz edirsiniz ki, aha, avro dollar yüksəliş trendindədir, deməli avro dollar yüksələcək. Və yaxud da vizual olaraq analiz edirsiniz ki, qiymət bura gəlib, buradan qayıdıbdır. Deməli, burada alıcı var, dəstək xətti çəkirsiniz və yaxud da növbəti dəstək xətti buradan və s. Bu bir mənada populyar olan, buna charting deyirlər ingiliscə, bir mənada vizual analizdir. Vizual analizdə bir mənada siz dediyim kimi qiymətə baxaraq, şamların hərəkətinə baxaraq ticarət edirsiniz, amma bunun effektivliyi çox ciddi sual altındadır, çox ciddi. Birincisi, bu indikatorların əksəriyyəti köhnədən kəşf olunub və bir çoxsu artıq bazarda öz effektivliyini itirib. Digər bir tərəfdən sizin bu tip bazara yanaşmağınız subyektivdir. Yəni, məsələn, siz burada bir xətt çəkirsiniz ki, aha, bax, bazar gəldi, misal üçün deyək, qiymət gəldi, bu nöqtədən qayıtdı. Deməli, burada alıcı vardır. Amma bura bir xətt çəkirsiniz ki, deməli, qiymət bura gəlir, təkrar buradan qayıda bilər. Amma bir nüans var ki, axı, buradan da qiymət qayıdıb. Ona necə olacaq? Və yaxud da ki, buradan da qayıdıb. Diqqət etirsəniz, ondan da daha aşağı bir səviyyə olub. Burada da qayıdıb.
Bəs bunda necə olacaq? Yəni biz hansını əsas götürək ki, ya buradan mı qayıdacaq? Qiymət bura gəldi, bəlkə bura gələcək və ya da bəlkə bura gələcək. Biz necə eləyək? Hardan əməliyyat açaq? Harda alış, harda satış açaq? Bu tip analizlər bir mənada qeyd etdiyimiz kimi öz-özlüyündə problem yaradır. Yəni subyektiv bir analizdir və ya da inanca əsaslanır. Bizim texniki analizlə bağlı bir sistemimiz var dostlar və mən sizə daha çox onun haqqında paylaşmaq istəyirəm. Bizim bir mənada sistemimiz statistik təhlilə əsaslanır və hesablama üsulu ilə biz bir mənada bazarda tələb və təklifi müəyyən edirik. Yəni bazarda sizin ticarət edib pul qazanmaq üçün tək sizə lazım olan şey əslində bazarda tələb və təklif səviyyələrini müəyyən etməkdir. Və siz bu səviyyələri müəyyən edə bilsəniz kifayət edir. Başqa hər hansı bir misal üçün yəni təcrübələr bilir burada. Bazarda müəyyən formasiyalar yazırlar və yaxud da Elliot dalğa nəzəriyyəsi var və s. Fibonacci rəqəm ardıcıllığı indikatoru var. Ondan istifadə edirlər ki, bazarda müəyyən harmoniya var, burada da harmoniya var. Bunlar effektiv deyil dostlar. Bir mənalı olaraq, yəni onların effektivliyi çox ciddi şübhə altındadır. Əsas səbəblərdən birisi dediyim kimi, onları test edib real nəticə paylaşan da yoxdur. Yəni ən azından mən görməmişəm indiyə qədər. Lakin bizim sistemimiz bir mənada dediyim kimi statistik təhlilə əsaslanır və sistemin mahiyyəti ondan ibarətdir ki, burada iki yanaşma var. Siz ya ortalamaya qayıdışa ticarət etmiş olursunuz, ya da ki, trend ticarət eləmiş olursunuz bu sistemdən. Baxın, bu blokların hər birisi bir günü göstərir. Bazar açılandan bazar bağlanana qədər bir mənada bu, belə deyək də, sizə bazarın hansı səviyyələr arasında gedib gələcəyini göstərir. Misal üçün, bizim YouTube kanalımızda, sistemin effektivliyi baxımından mən sizinlə paylaşacağım bunu. Baxın, biz burada YouTube'da daha rahat izləyə bilərsiniz. Misal üçün, GBP USD-ni analiz eləmişdik. Avstraliya dollarını proqnoz etmişdik, nefti proqnoz etmişdik, bir çox belə deyək də maliyyə alətlərini proqnoz etmişdik. Hansı ki orada indi bir neçəsini sizinlə hal-hazırda paylaşacağam ki, neçəsi özünü doğrultdu və s. neçəsi doğrultmadı və s. Bundan necə faydalana bilərdir? Çox bəsit olaraq mən sizə göstərəcəm. Sistem nədən ibarətdir? Bizim vaxtımız azaldığına görə mən daha da sürətlə davam edeyim dostlar. Misal üçün, yanaşma nədən ibarətdir? Biz deyirik ki, əgər gün ərzində bazar bir gün öncə, məsəl üçün, deyək ki, mən bilmirəm, avro-dollara alışmasın, satışmasın. Avro-dollar bahalaşacaqmı, ucuzlaşacaqmı? Ən bəsit yanaşmalardan birisini sizinlə paylaşacağım. Və bu sistemin mexanizmini biz burada paylaşa bilməyəcəyik, çünki kifayət qədər vaxt alacaq. Bunun hesablanma qaydası var, necə hesablayır, nə əsasən hesablayır və s. Amma yanaşma nədən ibarət? Biz deyirik ki, əgər bazar bir mənada bir gün öncənin müqavimət səviyyəsini qırıb, onun üzərində bağlanıbsa, biz avro-dollarda alış gözləyirik. İndi gəlin ki, və yaxud da ki, indi gəlin keçək, baxaq keçmişdən görüm həqiqətən o. Məsələn, avro-dollarda dostlar, diqqət edin, 27 mart tarixində diqqət edirsinizsə, ilk öncə dediyim kimi, fundamental baxırıq ki, aha, dollar ucuzlaşmalıdır. Eyni zamanda avronun yüksəlməsində müəyyən səbəblər var idi. Fundamental faktora baxırıq, çünki Almaniya özü 1 milyard dollara həcmində dövlət xərcləmələri, üzr istəyirəm, 1 trilyon dollar, 800 milyarddır, amma 1 trilyonu təxminən 1 trilyona yaxın belə deyək, dövlət xərcləmələri ilə bağlı layihə nəzərdə tutub və bu layihənin təbii ki, Avropa iqtisadiyyatı, xüsusilə onun aparıcı qüvvəsi olan Almaniya iqtisadiyyatını belə deyək də gücləndirəcəyi ilə bağlı ilk öncə belə deyək, bazarda bir fikir formalaşdırmış oldu və eyni zamanda dollar indeksinin ucuzlaşmalı olduğunu da biz fundamental olaraq müəyyən etdik ki, aha, mart ayından etibarən biz görürük ki, əmək bazarında neqativ tendensiya var və inflyasiyada minimumdur, minimumlardadır. Yəni, federal ehtiyatdan istədiyi hədəf ətrafındadır. Deməli, dollar ucuzlaşmalıdır. Dollar ucuzlaşmalıdırsa, avro bahalaşmalıdır. Deməli, aha, biz trend gözləyirik. Fundamental olaraq bu fikri dəstəkləyir ki, biz trend gözləyirik. Amma bu trendə nə vaxt girəcək, nə vaxt formalaşacaq, onu bilməliyik. Baxın indi dostlar, 27 mart tarixində biz görürük ki, siqnal yarandı. Bir mənada 26 martda bir mənada düşüş trendi başa çatdı avro-dollarda və 27 mart tarixində avro-dollar valyuta cütlüyündə alış siqnalı yaranmış oldu. İndi diqqət edin, həmin tarixdən etibarən avro-dollar ancaq birinci dəstək səviyyələrinin üzərində bağlandı. Və gəlin baxaq görək, həmin tarixdən sonra avro-dollar nə qədər bahalaşdı? Gəlin indi baxaq. Biz nə qədər pul qazana bilərdik və neçə günə? Dostlar, 27 mart tarixində. Bax, 27 mart tarixində, tutaq ki, mən növbəti gün 27 mart tarixində bazara daxil oldum və ta ki, bazarın gəlib birinci dəstək səviyyəsinin altında bağlanmasına qədər gözləyirəm.
Vurduruca çıxıram və burada düşünürəm ki, çünki bazar həmin günün 15 apreldə həmin günün birinci dəstək səviyyəsini qırdı və onun altına bağlandı. Bu mənim üçün bir mənada trendin sonlanması deməkdir. Diqqət edin dostlar, həmin tarixdən deyək 28 mart tarixindən 15 aprel tarixinə qədər avro-dollar valyuta cütlüyü 4.63% və yaxud da 500 punkt bahalaşıb. Bu o deməkdir ki, dostlar, bir lotla əməliyyat açsaydınız, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 günə siz 5000 dollar gəlir əldə edə bilərdiniz. Baxın, bu uzun vədəli trend ticarətidir. Qeyd edirəm, bu uzun, long term ticarətdir. Yəni, long show volatility və yaxud da trend ticarətidir. Sadəcə 13 günə bir mənada siz bir lotla və yaxud da lap 0.1 ilə açsaydınız, 500 dollar pul qazanmış olacaqsınız. Və yaxud da ki, hansı həcmdə ticarət etsəydiniz, 4.63% belə deyək də bahalaşma oldu, siz ondan gəlir götürə biləcəksiniz. Ən bəsit, ən sadə belə deyək analiz üsullarından birisidir. Gəlin, eyni şeyi, məsəl üçün, biz İngilis fundu və yaxud da qızılda baxaq. Hər kəsin maraqla izlədiyi qızıla baxın, dostlar. Və biz yeri gəlmişkən tut analizlərimizdə də bunu paylaşmışıq. Qızılda nə qədər ki, ucuzlaşma olursa, qızıl əslində alış üçün o qədər belə deyək, imkanlar yaratmış olur. Diqqət edin, qızılda müəyyən trend yaranır, 2 günlük qısa aşağı yönlü korreksiya olur və yenidən bağlaşır. Misal üçün, deyək ki, qızılda olan uzun trendə diqqət edin. Məsəl üçün, ən yaxın trendi məsəl üçün. Diqqət edin qızılda. 9 apreldə qızıl birinci müqavimət səviyyəsini qırmış oldu və həmin səviyyədən yuxarı bahalaşmış oldu. Baxın, dostlar, biz artıq bazarda 10 apreldə daxil olsaydıq, qızılın qiymətində təsəvvür edin 295 dollar, 300 dollarlıq artım oldu. Yəni bu bir mənada siz bir lotla əməliyyat açsaydınız, bu bir mənada qızılda 30.000 dollar demək idi. Neçə günə? 1, 2, 3, 4, 5, 6 günə təxminən. 6 günə. Sadəcə bu sistemlə heç nəyə baxmırsınız. Və təbii ki, eyni zamanda fundamental analizə də baxırsınız. Çünki dediyim kimi, dolların ucuzlaşması, eyni zamanda dövlətlərin bir mənada öz pullarını ucuzlaşdırılması, ticarət müharibələri, ölkələrin bir-birinə tarif tətbiq etməsi və eyni zamanda geosiyasi risklər, Rus-Ukrayna müharibəsi və s. bir mənada qızılın qiymətini hər zaman dəstəkləyən faktorlardır. Biz bilirik ki, fundamental olaraq qızıl ucuzlaşma ehtimalı çox aşağıdır. Belə olan halda dediyim kimi, investorlar daha təhlükəsiz maliyyələr axtarırlar. Okay, qızıl deməli bağlaşmalıdır. Və qızıla nə vaxt əməliyyat açacaq? Baxırıq ki, qızıl birinci müqavimət səviyyəsini qırdı və onun üzərində bağlanırsa, biz qızılda alış pozisiyası açırıq. Belə yüzlərlə analizlər apara bilər. Məsələn, Avstraliya dolları və Amerika dolları. Bunun da analizini vermişdik. Diqqət edin, dostlar. Diqqət edin. Baxın, 1-ci Avstraliya dollarına düşən trend başa çatdı. 9 aprel tarixində Avstraliya dolları birinci müqavimət səviyyəsini qırdı və onun üzərində bağlandı. Və diqqət edin, həmin tarixdən sonra Avstraliya dolları, Amerika dolları ancaq yüksəlib. Diqqət edirsiniz. Baxın, bu ən bəsit, belə deyək, yanaşmalardan birisidir ticarət etmək üçün. Və trend ticarətidir. Son olaraq da dostlar, digər bir stratejiyamızı sizinlə paylaşacağım. Hansı ki, bu qısa vədəli ticarət üçündür. Short volatility ticarətidir bir mənada. Əgər təbii ki, ola bilər ki, məsələn, kim insan var ki, səbri yoxdur. Deyir ki, mən misal üçün deyək ki, trendi gözləmək istəmirəm və yaxud da ki, məsələn, trendlər bazarda indi hər zaman olmaya bilər. Çünki bunun üçün fundamental faktorlara nəzər yetirməlisiniz. Və yaxud da kim insan deyir ki, mən səbrim yoxdur. Mən məsələn 13 gün gözləmək istəmirəm. Tez mənfəətimi götürüb çıxmaq istəyirəm və s. Belə yanaşmalı olur. Təbii bu halda siz bir mənada belə deyək də, əgər xarakteriniz bir mənada səbirsizdirsə və yaxud da ki, siz daha qısa zaman ərzində gəlir əldə etmək istəyirsinizsə, o zaman belə deyim, o zaman siz fərqli metodlardan istifadə etməlisiniz. Hansı ki, mən indi onu sizinlə paylaşacağım ki, qısa vədədə məsəl üçün siz necə ticarət edə bilərsiniz, necə gəlir əldə edə bilərsiniz.
Bu qısa vədədə dediyimiz dostlar, bir mənada 1 dəqiqə, 2 dəqiqə və yaxud da 5 dəqiqə ərzində ticarət edirsiniz. Bunu indi sizinlə paylaşacağım. Misal üçün dostlar, siz deyirsiniz ki, okay, mən bir həftə gözləmək istəmirəm, 3 gün gözləmək istəmirəm. Mən bazara girib çıxmaq istəyirəm, gündəlik qazanmaq istəyirəm və yaxud da bir mənada belə deyək, day trade eləmək istəyirəm. Bu halda dostlar, sizin başqa bir sistemlə belə deyək, ticarət edə bilərsiniz. Bizim bir sistemimiz var. Bu da yenə də hesablama üzrə müəyyən olunur, statistik analizə əsaslanır. Biz bir mənada nə edirik? Bazar diqqət etirsəniz, tutaq ki, qiymətlər bu texniki analizin bir növüdür. Yer gəlmişəm. Gəldi məsələn bu səviyyənin üzərinə. Biz burada stop lossumuzu bir mənada bu səviyyənin altına qoyuruq, alış açırıq. Bu səviyyədən artıq qayıdışı görəndə yenidən belə deyək, stop lossumuzu bir səviyyənin üzərinə qoyub satış açırıq. Eyni qaydada belə deyək də gündə bəlkə də siz 50-60 dənə əməliyyat aça bilərsiniz bu formatda. Bu isə başqa bir analizdir və bu aşağı zaman dilimində olan bir ticarətdir ki, hansı bu nəticələri mən özüm də aşağı zaman dilimində ticarət edirəm və bu nəticələri paylaşırıq eyni zamanda Facebookda və s. öz səhifələrimdə paylaşıram. Bu qeyd etdiyim kimi bir mənada aşağı zaman dilimində olan bir ticarətdir və hər şeydə də bunu tətbiq edə bilərsiniz. Məsələn, Euro-USD-də və yaxud da ki, kriptovalyutada, qızılda və bu bir mənada qeyd edim onu da dostlar, bir mənada bazarda bu kifayət qədər vaxt keçirməz kompüterin başında. Yəni siz elə düşünməyin ki, mən bir alqoritm yazacağam və o robotla stop lossumu qoyacağam, take profitimi qoyacağam, gedəcəm başqa işlərimi görəcəm, gələcəm görəcəm ki, mənfəəti vurmuşam hər gün. Xeyr, elə deyil. O ən idealı o trend trade eləməkdir. Yox, siz qısa vədəli scalping və ya day trade edirsiniz, o zaman mütləq kompüterin başında olmalısınız. Çünki bazara baxıb ona əsasən qərar verirsiniz. Bu səviyyədə analizləri təbii ki, biz əgər A-Marketsə qoşulsanız və bizim müştərimiz olsanız, o halda biz premium analytics olaraq bunu müştərilərimizə paylaşırıq. Yəni bunu qeyd edim, bu sistemlə əgər faydalanıb ticarət eləmək istəyirsə, A-Marketsin qeydiyyatdan keçsəniz, premium müştərilər, o premium kateqoriyaya qoşulsanız, qeyd etdiyim kimi, biz orada bu analitikanı sizinlə paylaşırıq ki, bunun da win rate'i çox yüksəkdir. Bunun win rate'i təxminən 80-85%-ə yaxındır yer gəlmişkən. Win rate nə deməkdir? Yəni astığınız 10 əməliyyatdan 8-i take profit olur aşağı yuxarı. Amma risk rewardumuz da, yəni qazanc və zərər nisbətimiz 1-in 1-ədir. Onu da qeyd edim. Yəni 1-in 1-ə işləyirik adətən ortalama olaraq. Bu da bir digər texniki analiz növüdür, qeyd etdiyim kimi. Bu ümumi texniki analizin mahiyyəti ondan ibarət ki, dostlar, siz bazara baxırsınız, harda alış, harda satış, hara stop loss, hara take profit qoyacağımızı bir mənada müəyyən edirik və ona əsasən ticarət edib gəlir götürürük. Ümumi olaraq strategiya necə qurulur və bu haqda əslində bir mənada danışmış olduq ki, texniki analiz və fundamental analizindən siz strategiya qura bilərsiniz ki, mən trend trade edəcəm və yaxud da ki, qısa vədədə trade edəcəm. Bu bir mənada strategiyanızdır sizin. Charting versus statistical analiz bir mənada bunu paylaşdıq. Yəni chart o idi ki, o xəttlər çəkirsiniz, vizual olaraq qrafika baxırsınız və yaxud da hardasa görürsünüz müəyyən formasiyalar və s. deyilər. Bunlara vaxt sərf eləməyiniz israfdır. Yəni bu bir məna olaraq biləsiniz. Bunun üzərində kifayət qədər zaman sərf eləmişəm. Bir çox traderlar və s. Məşhur traderların heç birisi bunu istifadə etmir. Bunu biləsiniz. Yəni bu sistem artıq köhnəlmiş bir sistemdir. Siz daha çox statistik təhlilə önəm verin ki, aha, bazar bu səviyyədən qırdısa və yüksəlir, bu səviyyədən aşağı düşdüsə ucuzlaşır və s. Bir mənada statistik təhlilə üstünlük vermiş olursunuz. Yəni bu işləyən bir şeydir. Long volatility, short volatility, dəstək və müqamətli də izah etdim. Long volatility və short volatility onu deməkdir ki, yəni siz trend trade isə uzun vədədə ticarət edirsiniz. Short volatility isə bir mənada qısa vədəli, yəni ikinci göstərdiyim sistemlə ticarət etmiş olursunuz. Risklərin idarə edilməsi. Ümumiyyətlə, maliyyə bazarında əgər siz sağ qalmaq istəyirsə, gəlir götürmək istəyirsə, bir mənada siz riskləri idarə etməlisiniz. Əgər stop loss, take profit hər astığınız əməliyyatda, ümumiyyətlə, maliyyə bazarında uğurun yeganə sirri odur ki, siz beyninizi bu formatda, belə deyək də, kodlaşdırmalısınız ki, hər əməliyyat açanda mən nə qədər qazanacağımı deyil, nə qədər itirəcəyimi fikirləşməliyəm. Bu düşüncəni mənimsəsəniz, bundan əmin ola bilərsiniz ki, siz uğurlu olacaqsınız. Çünki, misal, siz bir əməliyyat açmışsınız. Məsələ, qızılda bir lot əməliyyat açırsınız. Biraz öncə dedim ki, məsələn, bir lotdan əməliyyat açsaydınız, $30.000 təxminən 5-6 gün ərzində məsəl üçün pul qazanmaq mümkün idi. Amma bir nüans var.
Bəs aşağı getsə nə qədər itirəcəm? Bunu düşünmək önəmlidir. Okey, 30.000 qazanmağı hədəfləyirsiniz, amma bəs aşağı getsə nə qədər pul itirəcəm? 30.000 dollarda itirə bilərsiniz. Misal üçün deyək ki, 50.000 dollar yatırım etmişsiniz, amma siz əməliyyat açdınız, bu yuxarı getmədə əksinə gedir. Çünki bazarda heç bir şey 100%lik deyil. 100%lik bir sistem yoxdur. Hər şey ehtimaldır. Yüksək ehtimalla ticarət edirsiniz. Amma bu ehtimal tərs gələrsə nə edəcəksiniz? Nə qədər zərər edəcəksiniz? Baxın, işin sirri buradadır. Hər şey buradadır. Siz hər əməliyyat açanda kapitalınızın maksimum 2-3%-ni risk götürməlisiniz. 2-3%-ni ki, mən bir əməliyyat açdım, 2%-mi itirdim, 3%-ni itirdim və s. Bunu etməsəniz siz neyini sonunu itirəcəksiniz. Bundan əmin ola bilərsiniz. Və yaxud da ümumiyyətlə stop loss, take profit, stop loss qoymursunuzsa, ümumiyyətlə sonunda itirəcəksiniz. Stop loss nədir? Yəni zərərimi durdur. Alış açdım, hər hansı bir səviyyəyə stop loss qoyuram ki, məsələ bu əməliyyat mən dediyim istiqamətdə getməzsə, məsələ bu əməliyyatın kapitalımın 2%-ni itirəcəm. Okay, avtomatik qiymət oraya vuranda avtomatik əməliyyatınız bağlanmış olur. Bir mənada da stop lossdur. Və risk idarə etməsini dediyim kimi tənzimləmirsə sonunda itirmiş olacaqsınız. Stop loss və take profit. Əlavə olaraq dostlar, bu ümumiyyətlə emosional disiplin gərəkdirən bir işdir. Çünki emosional disiplininiz olmazsa həqiqətən itirəcəksiniz. Bu biraz zaman alan bir məsələdir. Emosional disiplini formalaşdırmaq üçün mütləq heç olmazsa real pulla ticarət etməyi öyrənin. Çox böyük olmasa da $100 qoyun, amma özünüz qoyun. Onunla ticarət edin ki, emosional disiplininiz formalaşsın. Bu çox vacib bir şeydir. Və son olaraq da analizlər olaraq göstərdiyi avro, dollar, qızıl, S&P 500-ə vaxtımız çox az qalıb. Və son olaraq da A-Markets haqqında qısaca məlumat vermək istəyirəm. Ümumiyyətlə A-Markets Global Broker şirkətidir. 17 illik təcrübəsi vardır və Trustpilotda ümumiyyətlə müştəri məmnuniyyəti 5 üzərindən 4.8-dir. İndiyə qədər 2 milyondan çox müştəriyə belə deyək də xidmət göstərir. MT4, MT5 platformalarında ticarət edə bilərsiniz ki, bu ən populyar platformalardır, ən güvənilir platformalardır. Burada həm Forex, həm səhm və kripto CFD-ləri ilə 430-dan çox səhm və kripto CFD-lərə ticarət edə bilərsiniz. MT-lər və indekslərlə ticarət edə bilirsiniz. Və eyni zamanda IB proqramları var ki, hansı ki siz yönləndirdiyiniz müştəri başına o müştərinin açdığı əməliyyatlardan belə deyək də gəlir əldə edə bilərsiniz. Siz bizim ümumiyyətlə bu məlumatlara daha ətraflı tanış olmaq üçün saytımıza daxil ola bilərsiniz. A-Markets Global Broker şirkətinin saytına daxil olsanız, burada eyni zamanda Azərbaycan dilində də var saytımız. Burada daxil olsanız bütün məlumatlarla tanış ola bilərsiniz. Yeri gəlmişkən, hal-hazırda bizim şirkətdə Porsche Coin-i belə deyək də oynanılır. Siz bizə yatırım etsəniz və bizim platformalardan, bizim xidmətimizdən faydalansanız kupon verilir sizə. O kuponlar sonra belə deyək, random olaraq lotereya oynanılacaq və random olaraq Porsche Coin-i qazanılsalar, belə deyək də, Porsche Coin-i verilmiş olacaq yer gəlmişkən. Bundan da faydalana bilərsiniz və eyni zamanda dostlar, bizdə IB proqramları, tərəfdaşlıq şərtlərindən maraqlanmaq istəyirsə, tərəfdaşlar üçün bizim belə deyək də, tərəfdaşlıq şərtlərimizi onlarla ID və yaxud da Webmaster üzərindən qoşula bilərsiniz. Bundan da bu haqda ətraflı məlumat almaq üçün belə deyək, siz saytımıza daxil olaraq tərəfdaşlar baxın IB və eyni zamanda Webmaster haqqında daha çox öyrənim bölməsinə klik etməklə bu haqda məlumat əldə edə bilərsiniz. Yönləndirdiyiniz hər müştərinin lot başına qeyd etdiyim kimi $15 qədər cashback ala bilərsiniz və bu vəsaitlərdə yiyəcəm üçün gündəlik köçürülür. Ticarət şərtləri haqqında məlumat əldə etmək istəyirsinizsə, hesab növlərinə daxil olaraq bir mənada siz həmin bizim ticarət şərtlərimiz və s. haqqında ətraflı məlumat ala bilərsiniz. Buradan hesab növləri bölməsindən 4 növ hesab var və bunların hər birisi haqqında, spreadlər və s. haqqında, yatırım şərtləri haqqında hər birisi haqqında məlumat ala bilərsiniz. Bizim 4 dəqiqə vaxtımız qalıb və 4 dəqiqə ərzində mən sizdən suallar ala bilərəm. Qısa suallarınız varsa, suallarınıza cavab verə bilərəm dostlar. Okay. Belə bir sual cavab. Texniki analizdə yaşlı və qırmızı xətlər başa düşdüm. Qara xətlər nəyə göstərir? Qara xətlər dostlar fair value-nu göstərir. Fair value. Hər bir ümumiyyətlə istər səhmdə, istər forex bazarında fair value-nu çıxartmalısınız.
Bu haqda təbii ki, uzun-uzun da danışa bilməyəcəyik, çünki vaxtımız məhduddur. Amma fair value haqqında ayrıca bizim supporta yazsanız, mən sizə ətraflı məlumat verə bilərəm. Bir digər sualımız. Okay. Amerika müştərisinin premium kateqoriyaya qoşulmaq üçün nə etməliyik? Okay. Siz bizə zəhmət olmasa supporta yazın. Bizim satış menecerimiz sizə cavab verəcək. Oradan əlaqə saxlayaraq mən sizə izah edərəm nədən istifadə etməlisiniz. Qızılım haqqında, qızıla yatırım haqqında məlumat verə bilərsiniz zəhmət olmasa. Qızıla yatırım belədir ki, dostlar. Qızılda indi hər düşüş, hər aşağı yönlü korreksiya qızıla böyük bir alış imkanı yaradır və qızılda ümumiyyətlə hədəflər $4000 qədərdir. Çünki Goldman Sachs və sair hətta öz proqnozlarını artırdı. Hətta $4500 deyənlər var. Çünki nə qədər ki, ticarət müharibələri başa çatmayacaq və xüsusilə qızılın qiymətini anlamaq istəyirsinizsə, Amerikan istiqraz bazarına diqqət yetirməlisiniz. Mən paylaşdım, bilməm siz izlədiniz ya yox. Amerikan istiqraz bazarına diqqət edin. Faizlər aşağı düşməzsə, Amerika borc problemini həll etməzsə, bir də federal ehtiyatlar faizi aşağı çəkərsə, qızılda aşağı düşmə söhbəti yoxdur. Təbii qızıl heç bir şey bazarda düz xətli yüksəlmir. Aşağı yönlü korreksiyalar ola bilər. Bu bir mənalıdır. Amma bazara giriş nöqtəsi olaraq aşağı düşən korreksiya və sonra bizim göstərdiyimiz sistemdə əgər yuxarı müqaviməti qırdısa, o zaman alış aça bilərsiniz. Təbii stop-loss'u qoymaq şərtilə. Yəni qızılda long term düşünsək, qızıl əslində $4000 ən az $4000 qədər bahalaşması proqnoz edilir. Bir digər sual, resistance leveli keçirilən zaman yaxud support leveli keçirildikdə mütləq ki, pozisyon açılmalıdırmı, yoxsa əlavə indikator? Mən əlavə indikator istifadə etmirəm. Ümumiyyətlə, ortalamaya əsaslanan indikatorda istifadə etmirəm, dostlar. Çünki burada təəssüf ki, vaxtımız məhdud olduğuna görə bunu izah edə amma ümumiyyətlə, ortalamaya əsaslanan bütün sistemlər problemlidir. Bunu bir mənalı olaraq, bunun yeri gəlmişsə riyazi olaraq səbəbi vardır. Çünki ortalama sistemi, bazarın mahiyyəti ortalamanı dağıtmaqdır. Ortalama sistemi, moving average'lər olsun, MACD olsun, RSI olsun, ATR olsun, bunlardan və ya Ichimoku olsun, Ichimoku indikatoru. Bunlardan istifadə etsin, onlardan imtina edin. Çünki ortalamanı dağıtmaqdır. Heç bir başqa şeyə diqqət etirməm. Sadəcə fundamental faktora baxıram və müqaviməti keçirsə alış, əgər dəstəyi qırdısa satışa gedirəm. Bir digər sual, bu sahəni sıfırdan necə öyrənməkdir? Sizdən dərs almaq mümkündürmü? Bu sahəni inşallah bizim yaxın zamanda artıq növbəti həftə inşallah yekunlaşacaq, təlimimiz başlayacaq və təlimə qoşulmaqla ödənişsiz olacaq təbii ki təlimlərimiz. Oradan faydalana bilərsiniz. Azərqoldda yatıran qızılın özünü almaq. Təbii onu da ala bilərsiniz, amma onlar bir mənada likvid saxlama problemi olduğu üçün və yaxud da ki, həcm olaraq böyük bir vəsait lazım olduğu üçün orada qazancınız az ola bilər. Amma məsələn, siz burada qızılın CFD-si ilə marja ticarət etdiyiniz zaman təbii ki, gəliriniz yüksək olacaq. Dostlar, çox təəssüf ki, vaxtımız artıq 45 saniyəmiz qalıb. Hər birinizə təşəkkür edirəm. Suallarınızı bizə supporta yaza bilərsiniz və e-mail biz sizə göndərəcəyik. Supportla bütün suallarınızı yazsanız bizə sizə dəstək olacaq inşallah. Oradan bütün suallarınızı cavab verəcək qeyd etdiyimiz kimi. Eyni zamanda bu webinarda iştirak edənlərə $100 gift card veriləcək. Ancaq bizim müştərilərimiz olmayanlara, yəni heç bir müştərimiz olmayıbsa, biz sizə eyni zamanda webinarda iştirak edənlərə dediyim kimi gift card veriləcək. $100 gift card. Onu ticarət edib, onun şərtlərini də görəcəksiniz. Onunla ticarət edib qazancınızı məxaric edə bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun dostlar.